Deməli, biz fail menüsünün sonuncu komandasında qalmışdıq. Exit komandası. Baxın, indi mən yaxınlaşdıranda sizdə yaxınlaşır. Bax, indi çox yaxınlaşdırdım. Yaxınlaşdı sizdə. Bəli, bəli, yaxşıdır. Görürük. Aha. Yaxşı. Deməli, exit komandası. Exit komandası çıxış deməkdir. Qısa yolu Alt plus F4. Baxın, close vuranda sənəddən çıxır. Yəni, Word proqramı açıq qalır. Baxın, həmin sənəd bağlanır. Yeni sənədi gətirmək üçün new əmrindən istifadə etdim. Ctrl N-dən. Close amma bu sənədi bağlayır. Əgər exit-i vursam, proqram pəncərəsindən çıxacaq. Yəni, Word proqramı ümumiyyətlə bağlanacaq. Exit ilə close-un fərqi budur. Close Ctrl plus F4-dür. Exit amma Alt plus F4-dür. Davam edək, müəllimlər. Deməli, bu fail menümüz idi. Fail menüsündən sonra keçək Home Lent tabına. Home Lent tabında, baxın, birinci lent qrupumuz Clipboard lent qrupudur. Ümumiyyətlə, baxın, Home-un üzərində vuranda burada belə bir lent açılır. Bu lentin üzərində belə xətlərlə, baxın, qruplara bölünmə var. Qruplara bölünür. Deməli, birinci lent qrupumuzun adı Clipboard-dır. Yəni, mübadilə buferi deməkdir. Mübadilə buferi aralıq yaddaşdır. Müəyyən bir müddət, yəni çox qısa bir müddət orada verilənləri saxlayıb, başqa yerə köçürtmək üçün istifadə olunur. Elə bir ki, bir çanta kimi fikirləşin. Çantaya nəyisə qoyusuz, aparırsınız başqa yerə, başqa birinə verməyə. İndi baxın, Clipboard-dakı komandalar paste, cut, copy və format painter komandasıdır. Paste komandası yapışdır deməkdir. Yəni, nəyisə götürüb harası yapışdırmaq istəsək, götürdükdən sonra paste-dən istifadə edəcəyik. Klaviatura qısa yolu baxın, Ctrl plus V-dir. Cut kəsməkdir. Yəni, belə deyək, yazılmış sözü və yaxud da ifadəni, baxın, tutaq ki, salam sözü yazmışam. Salam sözünü yazmışıq. İndi istəyirəm ki, bu salam sözünü kəsəm, buradan götürəm, başqa yerə atam. O zaman cut əmrindən istifadə edirəm. Cut'ı vururam və salam sözü buradan götürülür. Gəlirəm, tutaq ki, düşürəm aşağıya, Ctrl V-ni vururam və salam sözünü buraya yapışdırmış oluram. Cut əmri deməli, nəyinsə yerini dəyişmək üçün həmin obyekti yerindən götürmək üçün istifadə olunur. Yəni, kəsməkdir. Klaviatura qısa yolu Ctrl plus X-dir. Copy əmri, müəllimlər, copy əmri, məsələn, salam sözünü yazmışam. İndi copy əmrindən istifadə etsəm, bunu seçdim, əvvəlcə mütləq seçmək lazımdır. Sonra copy əmri. Sonunu görürsünüzmü, bilmirəm, indi yaxşı görə bilirsinizmi? 2 dənə üst-üstə fail var. Yəni, eyni faildən 2 dənə kopyalamaq. Eyni faildən 2 dənə kopyalayırıq. Deməli, copy-ni vuranda bu söz yerində qalır. Baxın, yerində qaldı. Məsələn, gəlib başqa yerə yapışdırıb vuranda, paste əmrini vuranda, baxın, həmin sözdən dəfələrlə yapışdırır. Amma cut-dan fərqi odur ki, bu sözü özünü, orijinalını yerindən götürmür. Ancaq həmin sözün nüsxəsini, sürətini götürür. Və yenə yapışdır əmrindən istifadə etdikdə həmin sözün kopyasını yapışdırır. Deməli, cut əmrinin qısa yolu Ctrl plus X, yəni baxın, müəllimlər, Ctrl plus X. Baxın, bu X hərfi, yəni X hərfi qayçıya oxşadığına görə deyə bilərik ki, bu kəsməkdir. Qayçı formasında da görürsünüz. Kopyalamakda Ctrl plus C. Yəni, copy sözünün baş hərfidir. Kopyalamaq. Yapışdırmağın qısa yolu dedik. Ctrl plus V hərfidir. Yapışdırmaq. İndi müəllimlər, burada baxın.
Belə bir komandamız var. Format Painter. Yazıram salam. Burada salam yazdım. Copy ilə bu salamın sürətini aldım və çoxlu salam sözü yapışdırıram bura. Çoxlu salam sözü yazıram. İndi baxın, mən bu salam sözünün birincisinin rənginə gəlirəm, buradan verirəm qırmızı rəng. Sonra hətta qalın yazıram, kursiv yazıram, altdan xətt çəkirəm, şriftini böyüdürəm, daha böyük edirəm şriftini. İndi istəyirəm ki, bax bu sözlər var ha, digər salam sözləri. Bunlar da eynən bu salam sözü kimi olsun. O zaman ya gəlib bu biri salam sözlərini seçib, bunlara nə format vermişdimsə, bu salam sözünə nə format vermişdimsə, həmin formatları təkrar bir etməli. Amma bəzən hansı formatı verdiyimi unutmuşamsa və yaxud da bilmirəmsə, onda nə etmək lazımdır? Bu sözü seçmək lazımdır. Format Painter əmri var ha burada. Baxın, bu komandanı vurmaq lazımdır. Bu fırçadır. Kolundan da görürsünüz yəqin ki, fırçanı. Gəlirik, baxın, fırça olur. Fırça ilə bunun üzərində vururuq və digər sözü də həmin formata çeviririk. 2 dəfə klikləsək, fırça öz aktivliyini itirməyəcək və istədiyimiz qədər sözü bu şəkildə formatlaya biləcək. Format Painter'in qısa yolu Ctrl plus Shift plus C'dir. Baxın, Ctrl Shift C. Eləcə Ctrl C kopyalamaqdır. Ctrl Shift C formatın köçürülməsidir, belə deyək. Müəllimlər, baxın, burada Word-də belə bir clipboard komandasının yanında belə bir işarə var. Bunu vuranda mübadilə buferi açılır. Mübadilə buferinin başına, indi bu çox xırda yazılıb, bilmirəm görə biləcəksinizmi? Başına yazılır ki, 24 obyektdən bir dənəsidir, burada var. Baxın, salam sözü yazmışam. Yəni, bu nə deməkdir? Word proqramında, mübadilə buferində maksimum 24 dənə obyekt saxlamaq olur. Yəni, 25-cini kopyalayanda və yaxud da kəsəndə bura düşmür. Bir də xatırladım ki, mübadilə buferinə yalnız kopyaladığımız və kəsdiyimiz obyektlər düşə bilər. Yəni, cut və copy əmrlərinin nəticəsində etdiyimiz əməliyyatlar mübadilə buferinə düşür. Amma format painter, yəni formatın köçürülməsini icra edəndə mübadilə buferinə heç nə düşmür. Bu bizim clipboard, yəni mübadilə buferimizin komandaları. İndi keçdik font length qrupuna. Font length qrupundakı komandalar sözlərə, yazılara ümumiyyətlə format vermək üçün istifadə olunur. Format vermək, yəni yazının görünüşünü dəyişmək deməkdir. Baxın, salam sözü yazıram. Real vəziyyətinə qayıdaq. Normalda bu qara hərflərlə yazılır. İndi gəlin salam sözünü biraz şriftini böyüdürəm ki, siz rahat görəsiniz. İndi müəllimlər, salam sözünü seçirəm və qalın şriftdən yazıram. Baxın, B əmri bold sözündən götürülüb, qalın deməkdir. Gördünüz, salam sözünü daha qalın şriftdən yazdı. İndi keçirəm. Görə yazılır mı, yazılır? Deməli, indi salam sözünü seçirəm və burada i hərfi yazılıb, görürsünüz. İ italik. Bizim dildə kursiv deməkdir. Yəni, biraz maili yazacaq. Baxın, beni götürürəm, italik edirəm. Gördünüz, biraz əl yazısına bənzədir sanki. Deməli, sonra müəllimlər, bu sözü seçirəm. Seçdikdən sonra U əmrini vururam. U altdan xətt deməkdir. Salam sözünün altından xətt çəkir. Bu da underline sözünə görə götürülüb. Elə klaviatura qısa yolunu soruşsa, klaviatura qısa yolu da Ctrl U-dur, belə deyək. Ctrl B, Ctrl I, Ctrl U. Elə əmrlərin öz hərflərdə bunların klaviatura qısa yoludur. Sonra keçək burada, baxın, ABC üstdən xətt çəkilib. Gəlin bunu salam sözünü, baxın, bu şəkildə edək. Sözü seçdim. ABC üzərindən xətt çəkilməyə vurdum. Görürsünüz, sözün üzərindən xətt seçdim. Sonra bunu seçdim, təzədən bunu vurdum. Bu sözün
əvvəlki vəziyyətinə gətirdik. X ayağında 2, X ayağında, daha doğrusu üstündə 2. Baxın, bu komandalar bizə göstərir ki, biz indeksinə yaza bilərik nəsə. Əgər mən bu komandanı vursam, baxın, salam sözünün indeksinə məsələn hərf yaza bilərəm, 2 yaza bilərəm. Bu əsasən riyaziyyatda, kimyada, informatikada istifadə olunur indeksləmə. Və yaxud da baxın, qüvvəti seçərəm, üstünə nəsə yazaram, salam kvadrat məsələn. Bunlar da deməli x ayağında 2 və x ayağının üstündə 2 bunları göstərir. İndi keçək, baxın, bu deaktiv etməsəz kursor qüvvətdə və yaxud da indeksdə qala bilər. Ona görə həmin komandaları çalışmaq lazımdır ki, sonradan deaktiv edəsiniz. Buna dekorativ yazı hazırlamaq komandası deyirik. Dekorativ yazıları baxın bunlarla hazırlayırıq. Məsələn, bunun birini seçdim. Daha doğrusu bunu seçdikdən sonra, baxın bu sözü seçdim. Seçdikdən sonra baxın bunlardan birini əlavə etdim. Fikir verdiniz. Söz daha dekorasiyalı, daha kölgəli yazdı. Əgər sizdən soruşsa ki, dekorativ mətn hazırlamaq üçün hansı komandadan istifadə olunur? Baxın, bunu seçə bilərsiniz. Sonra bunu seçdim. Belə deyək. Əvvəlki vəziyyətinə geri qaytardım. Obyekti seçmədən obyekt üzərində iş görmək olmaz. Baxın, burada vurğu rəngi var. Fikir verirsiniz, bu qələm aşağısında rəng. Bu sözə vurğu rəngi əlavə etməkdir. Baxın, müəllimlər, sözü vurğuladı. Necə ki, biz kitab oxuyanda vacib hissələrin altdan xətt çəkirik, vurğuluyuruq. Baxın, eynən həmin işi görür, sözü vurğuluyur. Bir də var sözün rəngini dəyişmək. Baxın, mən burada sözə salam sözünə sarı rəng verdim. Burada sadəcə şriftlərin rəngi dəyişdi. Bir də var ki, vurğu rəngi əlavə edirəm. Baxın, şriftin rəngi qara qaldı, sözün rəngi. Amma arxa fonu, sözün arxa fonu vurğulandı. Sonra keçək sizlə digər komandalarımıza. Baxın, sözü seçirəm. Və gəlirəm buradan kalibri yazılan yerdən. Bu şriftin növünü dəyişmək üçün istifadə olunan komandalardır. Kalibri yazılan yerdə şriftdə başqa şrift verirəm. Məsələn, bunu verdim. Görürsünüz, şriftin növü budur. Yəni, yazdığımız hərflərin formaları dəyişəcək. Şriftin növləri budur. Yüzlərlə şrift növləri var. Baxın, buradan istədiyiniz birini seçə bilərsiniz. Şriftin bir də var ölçüsünü dəyişmək. Baxın, buradan 48 yazılan yerdən istəsəz əllə də dəyişə bilərsiniz. İstəsəz siyahıdan da seçə bilərsiniz. Əgər buradakı ox işarəsini vursaq, 8-dən 72-yə qədər siyahıdan şriftin növünü artıra bilərsiniz. Və yaxud da buradan əllə yaza bilərsiniz. Düşünməyin ki, şriftin növü 8-72 aralığında dəyişir. Yəni, burada siyahıda 8-dən 72-yə qədər görünmək o demək deyil ki, yalnız bu aralıqda ola bilər. İstəyirsiniz 1, minimum 1, maksimum şriftin növünə 1638 ölçüsünü verə bilərsiniz. Şriftin ölçüsü punktla ölçülür. Punkt ölçü vahidi. Bir punktda 0,35 millimetrə bərabərdir. Bunlar kitabda yazılıb deyə də mən qeyd elətdirmirəm. Mən danışıram, siz kitabdan inşallah oxuyarsınız. Deməli, müəllimlər, şriftə baxın, minimum 1, maksimum 1638 ölçüsünü verə bilirik. İstəsəz əlinizlə bu ölçüləri verə bilərsiniz. Məsələn, 1 yazsam, düşünün, bunu seçdim, sonra 1 verdim. Baxın, söz ümumiyyətlə görünmür. Məsələn, 1638 versəm, sözün ancaq bir küncü bəlkə görünür, heç o da görünmədi. Yəni, hərfin ancaq bir küncü də. O qədər böyük olur ki, baxın, çoxlu vərəqləri tutun. Mən də aşağıya gedəndə bəlkə haradasa rastlaşaq. Rastlaşa bilməməyimizin səbəbi mənim ekranımın miqyasını artırmağımdır. Ona görə sözü tam olaraq görə bilmədik. Məsələn, 74 verdim. Sözü seçək. Seçdikdən sonra 72 verdim. Baxın, söz geri qayıtdı. Çünki şriftin ölçüsünü artıq azaltdıq. Bu da şriftin ölçüsünü dəyişməkdir. Şriftin ölçüsünü bir əllə yaza bilərsiniz, bir siyahıdan seçə bilərsiniz. Bax, bu suallara düşür. Siyahıda
hansı aralıqda dəyişir? 8-72 aralığında dəyişir standart olaraq. Bir də müəllimlər şriftin ölçüsünü dəyişmək üçün baxın buradakı komandamız var. Böyüyə, üstə ox, yuxarıya doğru. Yenə böyüyə, amma ölçü cəhətdən kiçikdir digər adam. Aşağıya doğru ox. Yəni bu deməkdir ki, hərfi böyüdüb və hərfi kiçildib. Baxın biz bu böyük yanı vursaq şriftimizi böyüdəcək. Kiçik ölçülü anı vursaq şriftimizin ölçüsünü sildəcək. Sonra müəllimlər keçək sizlə sözün registrını dəyişməyə. Baxın burada gördüyünüz bu böyüyə, kiçiyə yan yana sözün registrını dəyişməkdir. Əgər biz buradan, baxın buradan əgər sentence case etsək, elə özünün yazılışı kimi. Baxın söz necə yazılıb? Sentence case S hərfi böyüklə yazılıb. Qalan hər şey kiçiklə yazılıb. Deməli, bu da bizim sözümüzdə. Yalnız birinci hərfi böyük saxlayıb, qalan hamısını kiçildəcək. Bircə dəqiqə. Bunun belə qalmağına səbəb nədir, müəllimlər? Mən orada dekorativ mətndən istifadə etmişəm deyə. Ona görə burada böyütmür. Bircə dəqiqə. Bir dəqiqə mən bunu indi yox edim. Aha, baxın, salam sözünü seçdim, hamısını böyük etdim. İndi de sentence case əmrini vuranda yalnız birinci hərf böyük olacaq, qalanı kiçik olacaq. Biz bunu Python'da keçmişdik. Yadınızdadır lower metodu. Sözün bütün hərflərini kiçildirdi. Lower case hər şeyi kiçildir. Yəni sözdəki bütün simvolları kiçik yazır. Upper case hamısını böyüdür. Capitalist each word bütün sözlərin, yəni cümlədə olan, mətndə olan hər bir sözün birinci hərfini böyüdür, qalan hərflər kiçik olur. Yəni hər bir sözün birinci hərfini böyüdür bu. Amma sentence case yalnız birinci sözün birinci hərfini böyüdür. Yəni hər cümlənin birinci hərfini böyüdür. Çünki buradan sonra cümlə gələ bilər, nöqtədən sonra. Deməli, sonra müəllimlər. Google Case də birinci hərfi kiçildir, qalanlarını böyüdür. Baxın, salam sözünə fikir verin və bu şəkildə olacaq. Bu da bizim digər hissəmiz. Keçək paragraf lent qrupuna. Bir də burada formatı təmizləmək qaldı. Format təmizləməyi də deyim. Baxın, müəllimlər. Məsələn, mən format vermişəm. Tutaq ki, qırmızı rəng vermişəm. Qalın yazmışam, italik, altdan xətt falan. İndi istəyirəm bu verdiyim formatları, yəni bu bəzək düzəyinin hamısını silim. O zaman gəlirəm bu komandanın üzərinə clear formatting, formatın təmizlənməsi. Bunu vuran kimi sözdəki bütün formatlar gedir, standart hala gəlir. Mən təzədən bunu böyüdürəm, siz rahat görəsiz deyə. İndi keçək paragraf lent qrupuna. Gəlin paragrafı yazmağımız üçün bura mətn əlavə edək. Mən indi bura bir mətn əlavə edəcəm. Ondan sonra davam edərik. Bircə dəqiqə müəllimlər, mən paylaşımı dayandırıram. Aha, bir mətn əlavə etdik. İndi gəlin paylaşaq ekranımızı. Aha, deməli, baxın, belə bir mətnimiz var. Heyif ki, mən miqyası o qədər böyütmüşəm ki. Aha, indi görünəcək. Baxın, müəllimlər. Bu mətni seçirəm və buradan fikir verin və bu komandamız sola düzləndirmə komandasıdır. Bu komandanı vuranda mətn sola doğru düzləndirilir. Yəni, bu nə deməkdir? Elə bu seçildi.
Yəni sol düz olacaq. Baxın, sol tərəfə baxın. Bu hissə tam düzdür. Baxın, bu hissə tam, yəni sol tərəfdə belə deyil, tam düzdür. Amma sağ tərəf, fikir verin, sağ tərəf çıxıntılıdır. Bax, fikir verin, bu hissə başqa yerdə bitib, bu hissə başqa yerdə bitib. Yəni, burada çıxıntılar var. Demək istəyirəm ki, sol çıxıntılı olsun, sağ düz olsun. O zaman sağ tərəf düz olan, yəni sağa düzləndirmə əmrindən istifadə edirəm. O zaman fikir verin, sağ düz olur, sol çıxıntılı olur. Sonra keçək mərkəzə düzləndirməyə. Hamısını, bütün sətirləri tam mərkəzə gətirir. Sol və sağdan eyni qədər məsafə qoyur. Hər bir sətri tək-tək edir. Ona görə sətirlərin sol və sağı çıxıntılı görünür. Bir də var justify rejimi. Hər iki tərəfə görə düzləndirmə, tam düzləndirmə deyirik buna. Baxın, hər iki tərəf düz oldu. Bu sətir burada bitdiyinə görə bunun artıq belə deyək də sağ tərəfində bir düzləndirmə görə bilmirik. Deməli, sola düzləndirməyin klaviatura qısa yolu sol ingiliscə left sözü olduğuna görə Ctrl E. Mərkəzə düzləndirməyin klaviatura qısa yolu Ctrl C, daha doğrusu E. Ctrl C kopyadır. Mərkəz center sözü daxil. Center sözünün ikinci hərfini götürüblər. Ctrl E. Sağa düzləndirmə. Sağ ingilis dilində R olduğuna görə Ctrl R. Justify hər iki tərəfə görə düzləndirmə deyildiyinə görə Ctrl J hər iki tərəfə görə düzləndirməni ifadə edir. Və bunları əzbərləmək lazımdır. Sonra keçək, burada baxın, işarələr var. Sətrin əvvəlinə işarələri, yəni abzasın əvvəlinə işarələr əlavə etmək üçün istifadə olunur. Sonra abzasın əvvəlinə nömrələr və yaxud da variantlar əlavə etmək üçün istifadə olunur. Yəni, test hazırlamaq istəyirsinizsə, buradan istifadə edə bilərsiniz. Bu komandamız çox səviyyəli siyahılar hazırlamaq üçün istifadə olunur. Baxın, gördüyünüz kimi belə çox səviyyəli siyahılar hazırlayırıq bundan. Sonra bu isə abzası, baxın, sağa və sola çəkmək üçün istifadə olunan komandalarımızdır. Abzası sağa doğru sıxmaq və sola doğru açmaq üçün istifadə olunan komandalardır. Baxın, bir tab qədər abzası sağa doğru aparır. Yadınızda saxlayın, müəllimlər. Bir tab Word-də 8 boşluğa bərabərdir. Bu da belə. A-dan Z-ə komandası. A-dan Z-ə komandası. Gəlin bura belə eləyək. Yazdım Ziya, Baba, Aysu, tutaq ki, Ceyran. 4 dənə ad yazdım. İndi bu əlifba sırasından düzülməyib. Görürsünüz bu adlar. Əgər mən A-dan Z-əni vurursam, burada deyəcək ki, artma sırasından ascending artmadır, descending azalmadır. Artma ilə azalma ilə düzürsünüz. Artma sırası, yəni əlifba sırası deməkdir. Baxın, Aysu, Baba, Ceyran, Ziya. Əlifba sırasından düzüldü. Əgər descending seçsəydim, əlifba sırasının tərsinə düzülərdi. Baxın, əlifbanın əksinə düzülərdi. Deməli, mən əlifba sırasından düzül olaraq saxladım. Baxın, bu komandamız Word-də görünməyən simvolları göstərmək üçün istifadə olunur. Bu komandanı vuranda harada neçə boşluq, neçə enter, neçə belə deyək də page birik səhvə kəsimi qoymuşuq, onları göstərin. Səhvə kəsimini birazdan izah edəcəm sizə. Yəni, bu çapda görünməyən simvolları göstərmək üçün istifadə olunan komandamızdır. Bunu yadda saxlayırsınız. Keçdik buna. Sətirlər arası məsafəni dəyişmək üçün istifadə olunan komandamız. Baxın, mən bir dəqiqə bunları seçdim. Sətirlər arası məsafəni dəyişmək üçün gəldim bura. Fikir verin, burada məsafəni dəyişdikcə sətirlər bir-birindən uzaqlaşır. Sətirlər arası məsafəni dəyişəndə siz vərəqə qənaət etmiş olursunuz. Bəzi sənədlərdə filan özləri standartları olur ki, sətirlər arası məsafə bu qədər olmalıdır. Onda gərək siz sətirlər arası məsafəni nizamlayasınız. Baxın, bu hissə, burada biz sənədə fon
rəngi verə bilirik. Yəni sənədə deyəndə seçdiyimiz mətnin, baxın, arxa fonunu rəngləyə bilirik. Amma mətn hansı sətirləri əhatə edirsə, sətr bütövlükdə rənglənir. Görürsüz? Bütövlükdə bu sətri rəngləmiş olduq. Sonra, yəni digər rəngləmələrdən fərqlidir. Bu vurğu rəng əlavə edir. Baxın, yalnız sözlərin arxa fonunu rəngləyir, sətri yox. Amma bu obşu sətri rəngləyir. Fikir verdiniz? Obşu sətri rənglədi. Belə. Sonra davam edək bax bununla. Bu isə çərçivə əlavə etmək üçün istifadə olunur. Baxın, seçdiyimiz sözləri cədvələ, çərçivəyə salmaq üçün istifadə olunur. Yəni, istədiyiniz kimi çərçivələr seçə bilərsiniz. Bir tərəfində xətt olsun, bir tərəfində olmasın və yaxud da, yəni, ümumiyyətlə, hər iki tərəfində xətt olsun. Baxın, sol tərəfindən xətti götürdük və s. Müəllimlər, bircə dəqiqə. Deməli, bu da belə. Sonra keçək Starlink qrupuna. Starlink qrupu verilmiş mətnə stil əlavə etmək üçün istifadə olunur. Bu əsasən mündərcət hazırlayanda istifadə olunur kitablarda. Kitabların mündərcətini hazırlayanda başlıqlara bu stillərdən vermək lazımdır ki, mündərcəti avtomatik hazırlaya bilək. Baxın, sözlərin stillərini dəyişir. Gördüyünüz kimi. Deməli, Homelink tabının Editing Link qrupundayıq. Find əmri, Ctrl+F bunun qısa yoludur. Mətn daxilində nəyisə axtarıb tapmaq üçün istifadə olunur. Baxın, Find'i vuranda burada kənarda bir, belə deyək də, hərəkət paneli açılır. Hərəkət panelində axtarıb tapmaq istədiyiniz sözü yazırsınız. Məsələn, mən tutaq ki, Aysu sözünü axtarıram. Fikir verin, mənim mətnimdəki Aysu sözünü rəngini dəyişdi. Yəni, bunu tapdı və mənə göstərir. Buna hərəkət paneli deyirik. Mətn daxilində, iri mətnlər daxilində sözləri axtarıb tapmaq üçündür. Replace əmri əvəz etmədir. Tutaq ki, mən mətndəki hər hansı sözləri başqa bir sözlə əvəz etmək istəyirəm. Yəni, ola bilir ki, biz bir 10 dənə, 20 dənə yerdə bəzi sözdən istifadə etmişik, amma o sözü səhv yazmışıq. İndi mən tutaq ki, Aysu sözünü başqa bir adla əvəz eləmək istəyirəm. Tutaq ki, Aynur adından əvəz eləmək istəyirəm. Burada birinci Aysunu yazırıq. Yəni, əvəz etmək istədiyimiz sözü. Sonra isə əvəz edəcəyimiz söz yazırıq. Məsələn, Aynur. Deməli, replace all vuranda bütün Aysu sözlərini Aynur sözündən əvəz edəcək. Baxın, Aysu sözünü Aynur sözündən əvəz etmiş olduq. Bu belə. Sonra select əmri. Select əmrinin select all hissəsini bu dəfə deyəcəm. Deməli, select all hamısını seçmək deməkdir. Yəni, bütün mətni seçmək istəyirsinizsə, select all əmrini vura bilərsiniz və yaxud da klaviatura qısa yolu Ctrl A-dır. A hərfi də all sözünün baş hərfidir. Baxın, select all. A hərfi də buradan götürülür. Deməli, bütün mətni qeyd etmək, yəni bütün mətni seçmək üçün istifadə olunur. Bu da belə. Sonra davam edək, deməli biz insert lent tabından. Insert lent tabı əlavə etmək deməkdir. Yəni, biz mətnə qoşmalar əlavə etmək istəyirsə, mətndən başqa hər hansı bir obyekt əlavə etmək istəyiriksə, o zaman insertdən istifadə edəcəyik. Insertdə birinci lent qrupumuz page, yəni səhvələrdir. Necə səhvələr əlavə edə bilərik? Cover page səhvə başlığıdır. Yəni, kitab yazıbsınız, istəyirsiniz buna bir səhvə başlıq əlavə edəsiniz. O zaman buradan standart bir başlıq seçə bilərsiniz. Baxın, bizə şablon başlıqlar təklif edir. Burada sözlər dəyişib, belə deyək də, başlıq yaza bilərsiniz. Sonra blank page boş vərəq əlavə etməkdir. Biri var new əmri. New əmri, müəllimlər, yeni sənəd əlavə edir. Amma blank page boş vərəq əlavə edir. Yəni, burada bir vərəqdən ibarətsə sənədim, ikinci vərəqi də əlavə edirik blank page-nə. Sonra
Page break səhvə kəsmidir. Bunu gələn dərs deyərəm. Çünki bunun üçün əlavə mətn yazmalıyıq. Səhvənin olduğumuz yerdən baxın, elə belə göstərim sizə burada. Page 1-2 vuranda olduğumuz yerdən səhvəni bölür və keçir ikinci səhvəyə. Artıq birinci səhvənin həmin hissəsinə mən nəsə yaza bilmirəm də. Elə bir həmin hissəni boş saxlamış oluruq, qadağan etmiş olur. Page 1 səhvəni kəsir. Alt Enter klaviatura qısa yoludur. Sonra table. Table cədvəl deməkdir. Əgər cədvəl əlavə etmək istəyirsinizsə, o zaman table komandasını istifadə etməlisiniz. Cədvəli Word-də bir neçə üsulla əlavə edə bilirik. Biri var, baxın, buradan hazır xanalardan seçib saya uyğun. Tutaq ki, mən 3 sütundan 2 sətirdən ibarət cədvəl əlavə etmək istəyirəm. Buradan belə seçirəm. Biri var belə, amma buradan fikir versəz, biz İstədiyimiz sayda cədvəl əlavə edə bilmirik. Ancaq onun 8-ə, yəni 10 sütun 8 sətirdən ibarət olan cədvəl əlavə edə bilirik. Amma bizim cədvəlimiz daha böyükdürsə, o zaman insert table əmrinə daxil olub, buradan columns sütun, rows sətir deməkdir. Sütun sayını və sətir sayını yaza bilərik. Tutaq ki, 15 sütun istəyirəm, 10 dənə sətir istəyirəm. Burada OK vurdunuz və baxın, 15 sütundan 10 sətirdən ibarət bir cədvəl alındı. Sonra keçək insert-ə. Draft table. Tutaq ki, cədvəli çəkmişəm. İndi istəyirəm bu cədvəlin müəyyən bir hissəsinə xətt çəkəm. Baxın, draft table-ı seçdik. Buradan qələm alınır. Qələmlə cədvəlin hissələrə bölə bilirik. Yəni, istədiyimiz yerdə müəyyən hissələrə bölmək imkanımız var. Sonra keçək Excel spreadsheet. Excel spreadsheet Excel cədvəli əlavə etməkdir. Şablon Excel cədvəli əlavə edir. Bunun üzərində vurdum. Məni ötürəcək Excel-ə. Baxın, əgər burada nəsə hesablamaq falan edə bilərsiniz, buradan çıxdınız, burada baxın Excel cədvəli əlavə etmiş oldu. Bu da belə. Sonra buradan Quick Table əmri. Bu da şablon cədvəllər əlavə etmək üçün istifadə olunur. Baxın, belə təqvimlərlə bağlı filan şablon cədvəllər olur. Əlavə edə bilərsiniz. Qaldı bizim burada Convert Text to Table. Baxın, bu deaktiv olan əmrimiz. Bu, müəllimlər, əgər bizim əlimizdə mətn varsa, məsələn, salam, tutaq ki, dünya, salam, belə bir şeylər yazıram. İndi istəyirəm bunu avtomatik olaraq cədvələ çevirəm. O zaman mətni seçirəm. Seçdikdən sonra gəlirəm, baxın, Convert Text to Table əmrini vururam. Və buradan cədvəli neçə sütundan, neçə sətrə bölmək istəyirəm, onu yazıram. Özü deyir, bu bir sütundan 3 sətirdən ibarət olacaq. Belə də razılaşıram. Baxın, cədvəl yaratmış olduq. Yəni, mənim mətnimi avtomatik olaraq cədvələ çevirdim. Bu da belə. Şimdi bu dəqiqə zoom alətlərini aşağı ataq. Sonra müəllimlər, keçdik insert-dən, table-ı keçdik, baxın, bu cədvəl əlavə etməyin yollarını qəşəng görgənirsiniz. Picture şəkildir. Kompüterimizin yaddaşında olan hər hansısa bir şəkli bura əlavə edə bilərsiniz. Əgər varsa, kompüterinizin yaddaşında. Tutaq ki, mən belə bir şəkil əlavə etdim. Bu cədvəli silirəm. Belə bir şəkil əlavə etdim. Sonra baxın, bununla bağlı sual necə gəlir? Kompüterin yaddaşında olan şəkil əlavə etmək üçün istifadə olunur. Biri də var, proqramın özündə olan şəkillər. Flipboard-a daxil olub, buradan bu əmrini vuranda proqramın yaddaşında olan şəkil, baxın, buradan seçmək olur. İllüstrasiyalar, videolar, səslər, şəkillər. Hansını istəyirsinizsə, buradan seçmək mümkündür. Baxın, hətta burada adını da yaza bilərsiniz. Nə axtarsınız? Məsələn, mən kitab axtarıram. İngiliscə yazdım. Baxın, kitabla bağlı şəkillər gəldi. Flipboard kompüterin yaddaşında olan, deməli, şəkilləri əlavə etmək üçün istifadə olunur. Sonra shapes, shapes fiqurlardır. Həndəsi fiqurlar əlavə etmək istəyirsinizsə mətnə, o zaman shapes-dən istifadə edirsiniz. Baxın, fiqur əlavə edəndə yuxarıya əlavə olaraq bir dənə
format lent tabı gəlir. Bu təkcə fiqurda yox, eyni zamanda şəkildə də olur. Şəkil əlavə edəndə, baxın, bura bir dənə format lent tabı gəlir. Bu da suallara düşür. Deyir ki, Word-də şəkillə işləmək üçün əlavə açılan lent tabı necə adlanır? Deməli, format lent tabı adlanır. Bu da belə. Sonra Smart Art. Ağıllı diaqramlar əlavə edirik, müəllimlər. Baxın, buradan ağıllı diaqramlar, yəni şablon bizə diaqram verir. Üzərində dəyişiklik edib, sözlərin üzərində dəyişiklik edə bilərik. Özümüzə uyğunlaşdıra bilərik. Bir də var chart. Chart diaqramlardır. Yəni, burada artıq şablon yox, istədiyimiz növdə, yəni bizim özümüzün seçə biləcəyimiz diaqramları əlavə edə bilirik. Baxın, burada görürsünüz diaqram növləri var. Bu diaqram növlərini əzbərləməlisiniz. İngiliscə adlarını və özlərinin quruluşunu. Kolum sütunlu diaqram deməkdir. Baxın, bu gördüyünüz bu birinci diaqramlar sütunlu diaqramlardır. Line xətli diaqramdır. Baxın, bu gördüyünüz ikinci diaqramlar xətli diaqramdır. Yəni, fizikada filan ən çox istifadə olunan diaqram növüdür. Pi dairəvi diaqramdır. Baxın, görürsünüz, bu dairəvi formada olanlardır. Pay deyək də, buna pay deyirik. Dairəvi diaqramlar. Bar zolaqlı diaqramdır. Baxın, sütunlu diaqramın elə bir ki, 90 dərəcə sağa əyilmiş versiyasıdır. Baxın, görürsünüz. Buna zolaqlı diaqram deyirik. Araya sahədir. Baxın, torpaq sahəsini filan, landşaft filan göstərmək üçün istifadə olunan diaqram növüdür. Görünüşünü yadda saxlayın. Skatter nöqtəli diaqramdır. Baxın, skatterə qədər sizə imtahana düşür. Müəllimlərin işə qəbulunda araya mənim özümə düşmüşdü. Şəkili verilmişdi və soruşurdu ki, bu hansı diaqram növünə aiddir? Adı da ingiliscə yazılmışdı. Ona görə bunları əzbərləyin. Kolum, sütunlu, line xətli, pay dairəvi, bar zolaqlı, araya sahə. Və eyni zamanda bunların quruluşunu da əzbərləməlisiniz. Baxın, bu quruluşların hamısını əzbərləyin. Baxın, burada görürsünüz, ikonları var. Hamısını əzbərləyirsiniz. Sonra müəllimlər, skript müəllimlər, bu mikrofonlarımızı bağlayaq. Deməli, screenshot əmri. Screenshot əmri ekran şəklini çəkmək üçün istifadə olunur. Baxın, üzərində vururuq. Ekran şəklini çəkmək üçün. Tutaq ki, buradan gəldi. Mən bu hissənin şəklini kəsdim. Atdım. Və Word-ə. Screenshot deməli, ekranın şəklini kəsib əlavə etmək üçün istifadə olunur. Müəllimlər, istəyirsiniz burada dayandıraq, 1 dəqiqəmiz qaldı. Bura qədər bir bələcə hissəmiz qalıb. Onu da gələn dərs keçərəm. Hətta istəyirsiniz bir link atım, görün fasilə olmasa ataram. Fasilə olsa, lap ekranı çəkib ataram sizə. Bu hissəni də bitirək. Gəlin nə qədər, bir dəqiqəyə görək nə qədər keçə bilirik deyək. Deməli, hiperlink əlavə etmək düşür sizə. Hiperlink əlavə etmək, yəni istinad əlavə etmək üçün istifadə olunur. Tutaq ki, baxın, mən bu mətnin istinadını əlavə edirəm, bu sənədin. Görürsünüz, bu istinad formasında düşür bura. Əgər oxu görünüş rejiminə keçsəm, bu artıq bir istinad olacaq və bunun üzərində vuraraq həmin o sənədə keçid edə bilərəm. Yaxşı, burada dayandıraq, çünki bircə dəqiqəmiz qaldı. Mən bunu heç nə çatdıra bilməyəcəm.